Hello everyone. Salam hər kəsə. Bugünkü dərsimiz 7-ci sinif dərsliyindəndir. Unit 5, Lesson Grammar A. Bölmə 5, dərs qrammatika A. Exercise 1. Tapşırıq 1. Read the conversation between two friends and answer the question. İki dost arasındakı söhbəti oxuyun və sualı cavablandırın. Choose A, B or C. A, B, C variantlarından birini seçin. What are they mainly talking about? Onlar nə haqqında danışırlar? İlk öncə uşaqlar, biz bu suala cavab verməyimiz üçün mətni oxumalıyıq. Mətni oxuduqdan sonra variantlardan birini seçəcəyik. Və burada sarı lövhənin içərisində bizə söz verilib, ona nəzər salaq. To float, to move lightly on the water. Suyun üzərində yüngül formada hərəkət etmək, yəni üzmək. Bu əsasən yüngül əşyalar və yaxud da ki, buzların suyun üzərindəki hərəkətindən, üzməsində nəzərdə tutulur. Və mətnimizi oxuyaq, daha sonra variantlardan birini seçək. Murad, why do you like chemistry classes most of all? Murad, sən niyə görə kimya dərslərini sevirsən? Chemistry lessons help me understand how everyday things work. Kimya dərsləri mənə gündəlik şeylərin necə işlədiyini anlamağa kömək edir. For example, if you cut an onion, it makes you cry. Məsələn, sən soğan kəsdikdə ağlayırsan. But did you know this happens because of a chemical reaction? Amma sən bilirsən, bu kimyəvi reaksiya nəticəsində baş verir. There is a sulfur in onions and it turns to sulfuric acid in your eyes. Soğanın içərisində kükürt var və o çevrilərək sənin gözündə kükürt turşusuna çevrilir. If you cut the onion on the water, the sulfur reacts with the water and not your eyes. Əgər sən soğanı suyun içərisində kəssən, kükürt suyla reaksiyaya girir, sənin gözlərinlə deyil. That sounds interesting. Bu maraqlı səslənir. I will give another example of chemistry in our life. Və mən həyatımızdakı başqa kimyaya aid də nümunə deyə bilərəm. If you put ice into a glass of water, the ice floats. Əgər sən buzu suyun içərisinə, bir stəkan suyun içərisinə qoysan, buz üzəcək. This is so because the density of ice is lighter than the water. Bu baş verir çünki buzun sıxlığı suyun sıxlığından daha yüngüldür. Yəni daha azdır. Let's take our seats. Gəl əyləşək. The chemistry class starts now. Kimya dərsi indi başlayır. Bu formada tərcümə edirik və uşaqlar, onu da bildirim ki, buradakı variantları seçərkən diqqət etməliyik. Emily's favorite lesson. Emily'nin sevimli fənni. Halbuki bu Muradın sevimli fənni idi. Ona görə A variantı olmaz. B variantında Murad's favorite school subject. Muradın sevimli məktəb fənni. Bəli, bu doğrudur. Burada biz B variantını seçirik. C variantında the best school subject, ən yaxşı məktəb fənni. Bu ümumi anlayışdır uşaqlar. Çünki hər kəsin sevdiyi fən fərqlidir. Buradasa ən yaxşı məktəb fənni deyilirsə, bu artıq yanlış cavabdır. Burada biz B variantını seçirik. Muradın sevimli fənni. Yəni Murada özəl olaraq birimiz kimyanı seviriksə, digərimiz tarixi sevirik. Hər kəs üçün fərqlidir. Amma Murad kimyanı sevdiyinə görə B variantını seçirik. Və daha sonra uşaqlar burada bizə qrammatika verilir. Grammar the conditional, yəni sıfır şərti cümlə. Biz bu zaman uşaqlar if və ya when-dən baş verən hadisə faktlarda ifadə etmək üçün istifadə edirik. Yəni uşaqlar, bizim seçdiyimiz cümlələr fakta, hadisəyə əsaslanmalıdır, yəni nəticəsi olmalıdır. Ehtimal, güman bildirməməlidir. Dəqiq və faktlara əsaslanmalıdır. Bu zaman cümlənin hər iki hissəsi present simple, indiki sadə zamanda olur. Cümlənin hər iki hissəsi dedikdə uşaqlar əsas və budaq cümlədən söhbət gedir. Çünki biz bilirik ki, bu cümlələr mürəkkəb cümlələrdir. Əsas cümləmiz uşaqlar
bağlayıcısız olan tərəf, yəni makes you cry olan tərəf, if when ilə başlayan cümlə, budaq cümlə, digər tərəf isə bizim əsas cümləmizdir. Mütləq diqqət etməliyik ki, bu bizim cümləmizin hər iki tərəfi indiki sadə zamanda olsun. Çünki bu fakta və hadisələrə dayanır. Faktlar isə hər zaman indiki zamanda istifadə olunur. Nümunələrə baxaq. If you cut an onion, it makes you cry. Əgər sən soğan kəssən, o səni ağladacaq. When you cut an onion, it makes you cry. Sən soğan kəsdiyin zaman ağlayacaqsan. Fərq etmir. Əgər sən soğanı kəssən, ağlayacaqsan, sən soğanı kəsdiyin zaman ağlayacaqsan. Cümlənin mənası eynidir. Amma diqqət etməliyik ki, indiki zamanda olsun. Və burada uşaqlar bizə qeyd var. Pay attention to the punctuation. Durğu işarələrinə diqqət edin. Yəni if cümlənin əvvəlində gələrsə, budaq cümlədən sonra, yəni if it rains-dən sonra vergül qoyuruq. I always take my umbrella. Məsələn, yağış yağanda mən hər zaman çətirimi götürürəm. Digər cümləyə baxaq. If cümlənin ortasında gələrsə, bu zaman vergülə ehtiyac yoxdur. I always take my umbrella if it rains. Mən hər zaman yağış yağdıqda öz çətirimi götürürəm. Cümlənin mənası eynidir, amma diqqət edərək if cümlənin əvvəlində gəldikdə vergül, ortasında gəldikdə vergülə ehtiyac yoxdur. Və keçirik ikinci tapşırığa. Read the conversation in task 1 again and find other examples of their conditional. Birinci mətndə olan uşağa tapşırıqda olan cümləni, yəni mətni yenidən oxuyun və orada sıfır şərti cümləyə uyğun olan nümunələri seçin. Və mən uşaqlar burada yazmışam sizin üçün. Siz təbii ki, özünüzə sərbəst olaraq seçə bilərsiniz. If you cut the onion on the water, the salt will react with the water. Əgər sən suda soğanı kəssən, kükürt su ilə reaksiya verəcək. Və yaxud da digər cümlə, if you put ice into a glass of water, the ice floats. Əgər sən buzu bir stakan suya qoysan, buz üzəcək. Bu formada da nümunələri seçib yazırıq. Keçək digər nümunəmizə. Exercise 3, tapşırıq 3. Və bu zaman uşaqlar biz nə etməliyik? Match the house, yəni rəqəmlərlə hərfləri uyğunlaşdırmalıyıq. Cümlə verilir, ardını biz hərflərdən tapmalıyıq. Sıfır bizə nümunə olaraq verilib. If you mix water and electricity, you get a shock. Əgər sən su ilə elektriki qarışdırsan, şok olacaqsan, yəni şoka girəcəksən. Bu özləri veriblər. Birə baxırıq. If you heat ice, əgər sən buzu isitsən, təbii ki, uşaqla i variantı olacaq. Nə olacaq? It melts, o əriyəcək. İkiyə baxırıq. If it is too cold, əgər çox soyuq olsa, nə ola bilər uşaqlar? Rivers freeze, çaylar donacaq. İkiyə təbii ki, C variantı yazırıq. Üçə baxırıq. If babies are angry, əgər uşaqlar acdılarsa, təbii ki, uşaqlar A variantı olacaq. They cry, onlar ağlayacaqlar. Dördə baxırıq. If people eat too much, əgər insanlar çox yesə, təbii ki, nə olacaq? They get fat, onlar kök olacaqlar. Yəni çəki əldə edəcəklər. 5-ə baxırıq. If you mix oxygen and hydrogen, əgər oksigen və hidrogeni qarışdırsaq nə olar? Təbii ki, su əldə edərək. You get water. Və son olaraq, if snakes are scared, they bite. Əgər ilanlar qorxsalar, onlar nə edəcəklər? Dişləyəcəklər, yəni sancacaqlar mənasında. Beləliklə, 1-də I, 2-də C, 3-də E, 4-də D, 5-də F, 6-da C variantlarını işarə edirik. 4-cü tapşırığa baxırıq. Compose a sentence with the verb in the correct forms. Feilləri düzgün formada cümlələri tamamlayın. Yəni biz feilləri seçəcəyik. Not verilən inkar formada, digərləri isə şəxsi zamana görə dəyişə bilərik təbii ki. 0 bizə nümunə olaraq verilir. We never go cycling if it is hot. Əgər
İstidirsə biz xizəyə heç vaxt getmirik. Havanın şəraitinə asılı olaraq go yazıblar burada. Və diqqət edirik ki, uşaqlar, zamanımız indiki zamanda istifadə olunur. Birə baxırıq. If you mix red and green, you get brown. Əgər sən qırmızı və yaşılı qarışdırsan, qəhvəyi rəng əldə edəcəksən. Və diqqət etdinizsə, if cümlənin əvvəlində gəldiyinə görə vergüllə ayrılır. Amma sıfırda if cümlənin ortasındaydı, vergülə ehtiyac yox idi. 2-yə baxırıq. If you drop a glass of the floor, it breaks. Əgər sən stakanı döşəməyə salsan, o sınacaq. Burada biz breaks yerləşdiririk. 3-ə baxırıq. The water boil if you heat into 100°C. Su 100 dərəcədə qaynayır. Əgər deyirsən su 100 dərəcədə isitsə, su qaynayacaq. Burada biz boil sözünü yerləşdiririk. 4-ə baxırıq. Plants die if you don't get enough water. Bitkilər kifayət qədər su verilməsə məhv olacaqlar, yəni öləcəklər. Burada biz plants cəmdə olduğuna görə die yerləşdiririk. 5-ə baxırıq. If you put water in the freeze, it becomes ice. Əgər sən suyu dondursan, o buza çevriləcək. Bu zaman uşaq if you put water yerləşdiririk. 6. I don't, burada nə yerləşdirə bilərik? I don't go to school if I am sick. Mən xəstə olduğum zaman, əgər xəstəyəmsə, məktəbə getmirəm. Bu zaman xəstə olduğum zaman da deyə bilərik. Burada uşaqlar P yoxdur, O hərfi olacaq. Texniki səhvdir, səhv düşüb. Buna diqqət edərsiniz. Beləliklə 1-də get, 2-də breaks, 3-də boils, 4-də die, 5-də put, 6-da don't go sözlərini yerləşdiririk. 5-ə baxırıq. Compose a sentence with your own words. Öz sözlərinizə cümləni tamamlayın. 1-ə baxırıq. My friend is always angry if I am late. Əgər mən geciksəm, mənim dostum hər zaman əsəbi olacaq. Yəni buna əsəbi olur daha doğrusu. If I am late, siz təbii ki, dostunuz hər zaman əsəbi olur. Hansı səbəbə? Onu tamamlaya bilərsiniz. Mən sadəcə burada nümunə olaraq yazmışam. I am always happy if my friend gets high grades. Mənim dostlarım yüksək qiymət aldığında mən xoşbəxt oluram. Təbii ki, siz dostlarınızla nə zaman xoşbəxt olursunuzsa, onu da qeyd edə bilərsiniz. Bu sadəcə nümunədir. My friend doesn't go to school if she is ill. Mənim dostum xəstə olduqda, əgər xəstədirsə mənasında tərcümə olur, məktəbə getmirlər. 4-ə baxırıq. I am always help my friend if she needs. Mənim dostumun kömək ehtiyacı olduğu zaman mən ona kömək edirəm. 5-də my friend calls me if she wants to talk. Mənim dostum danışmaq istədikdə mənə zəng vurur. Bu zaman wants to talk yazırıq. I don't speak to my friend if she makes me angry. Dostum məni əsəb etdikdə mən danışmaq istəmirəm. Təbii ki, uşaqlar, burada ulduzdan yerə mən nümunələr olaraq yazmışam. Siz fərqli cavablarda yerləşdirə bilərsiniz. Sağ tərəfdə qeyd etmişəm nümunələr olaraq. Siz təbii ki, bunu dəyişə bilərsiniz. Baxaq 6-cı tapşırığa. Complete the questions with the correct form of the verb in the brackets. Cümlələri uşaqlar mötərizənin içindəki sözlərlə düzgün tamamlayın. Yəni burada bizə verilib feilləri, biz onları düzgün tamamlamalıyıq. Then discuss the questions with a partner. Daha sonra yoldaşınızla müzakirə edin. Baxaq birinci nümunəmizə. What subjects does your friend prefer studying if he has free time? Dostum boş vaxtı olduğu zaman hansı fənni oxumağa üstünlük verir? Siz uşaqlar burada doesdan istifadə edəcəksiniz. Çünki dostunuz təkdədir. Bu zaman doesdan istifadə olunur. Qalan cümlə quruluşu eyni formada davam edir. 2-də yenə eyni formada what does your friend like? Sadəcə does yerləşdiririk burada. Çünki sənin dostun təkdədir. Doing if the weather is fine. Nice. Hava yaxşı olduqda sənin dostun nə etməyi xoşlayır? 3-də what do you do if you are not ready for the lesson? Dərsə hazır olmadığın zaman
Yəni olmadıqda nə edirsən? Bu zaman uşaqlar are yerləşdiririk. Çünki be verib be-nin formalarından istifadə edirik və you olduğuna görə are-dan istifadə edirik. How do you feel if you make a lot of mistakes in the test? Testdə çox səhv etdikdə necə hiss edirsən? Bu zaman sual formasından istifadə edirik. Do you feel yerləşdiririk. 5-ə baxırıq. What do you do if your friend has problems? Dostunun problemi olduqda nə edirsən? Uşaqlar burada dostun təkdə olduğuna görə hasdən istifadə edirik. Əgər cəm olsaydı have'dən istifadə edərdik. 6-ya baxırıq. What do you do if your best friend feels upset? Sənin dostun, ən yaxın dostun pis hiss etdikdə nə edərdin? Əgər pis hiss edirsə nə edərdin kimi də tərcümə edə bilərik. Bu zaman uşaq dostun təkdə olduğu üçün feels olacaq. 7-yə baxırıq. How do you feel if you don't see your best friend for many days? Çox gün, harasa bir neçə gün dostunu görmədikdə necə hiss edərsən? Burada uşaqlar bizə you verilir və not verildiyinə don't see kimi də yerləşdiririk. Beləliklə, does your friend prefer? 2-də does your friend like? 3-də are? 4-də do you feel? 5-də has? 6 feels? 7 don't see sözlərindən istifadə edirik. Təbii ki, uşaqlar, siz də ilk öncə özünüz yazırsınız, daha sonra nümunələrə nəzər sala bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.